Gəlmişik Svit Levantinə, şirniyyatlarının dadına baxmağa, görək necə dadları. İlk öncə şokoladlı soyuq paxlavadan başlayaq, dadına baxaq. Möhtəşəm, çox dadlıdır. İlk bunun dadına baxmalısınız. Elə bir samavar çayı. İndi keçirik Dubai şokoladlı künəfənin dadına baxmağa görə. Mən tez yeməliyəm, dözmək olmur. Dadlı amma biraz şirinisi çoxdur. Olmasa daha yaxşı olar. Sadə künəfə daha dadlıdır açıqcası. Keçək dəyərləndirməyə. Şokoladlı soyuq paxlavaya 10 üzərindən 9 verərəm, hətta 9 verərəm. Çox dadlı idi, çox super. Çox şirin değildi. Hər bir şeyin dadını hiss edirsən. Şokoladın da, qaymağın da, paxlavanın özündə. Künəfəyə isə 10 üzərindən 7,5 verərdim. O da ki, künəfə həqiqətən dadlıdır. Sadəcə şirinisi dediyim kimi daha çoxdur, şərbəti daha çoxdur. Ona görə dadı pis deyildi. Amma belə yenə də gəlsəz mütləq şokoladlı paxlavanın dadına mütləq baxmalısınız.